Selam dostlar, bugün sizlerle beraber Car Simulator 2 oynayırıq. Bugün Car Simulator 2'de yeni bir maşın alacağıq. Videomuza başlamadan əvvəl aşağıda like atıp və abone olursanız məni çox sevindirərsiniz. Onda videomuza başlayaq. Wow. Dostlar, siz hansı maşını alacağımı bilərsiniz yəqin ki. Çünki şəkillərdə falan qoymuşamdır. Hızlısından videomuza başlayaq. Taslakdan da alaya bilərsiniz hansı maşını alacağımızı. Bakın hansı maşını alacağımızı təxmin edirsinizsə, indi videonu dayandırıb bir daha yorumlara yaza bilərsinizmi? Gözləyirəm. Baxın, gözləyirəm. Yazdınızmı? Onda videomuza davam eləyək. Alacağımız maşın yeni şəhərdədir. Tezliyin. Maşını bayağı qəşəngdir əslində. İlk dəfə işlədirəm. Aldığımda beni ilk defa işledim. Günlük ödüllerden vermişler bu maşını. Hayda. Uf. Polis. Bir daha koy bunları, teze maşını alayım. Oha, bu maşın ne kadar basır? 332. Oha. Oha. Başı bu kadar bastığını bilmirdim. Polis gelir. Polis hele orada ilişip kalıp. Haydi göster bir hazır garaja geçecek. Neyse buralarda olacaktı. Burada döndürük. Görün burada. Ha, burada. Kalmıştı. Gördüğünüz gibi çatdıq. Aydiya ne? Hardadır bu? Ha, buradadır. Mən də deyirəm, hara etdi bu? Of. Ben bunlara əsəb oluram da. Bunlara sinir keçirəm. Mesela 200 də gəlib, bu necə məni yandıra bilir? Oyunun məntiqinə nə deyim? Nəsə çatdıq. Baxın. Alacağımız maşın işte bu. Bugün oyunda Gravion adlı maşını alacağıq. Bayağı qəşəng görünür. Onda al. Bu nə maşındır? Hə, doğrusu bu. Aldım. Yeni maşınımız xeyirli uğurlu olsun. Uf. Maşın içində qəşəng uşaqlar. Baxın, bayağı qəşəng görünür. İndi bunun həm top speedini deneyəcək, həm də tormozlarını. Top speedi deyəsə 250, amma yenə də baxaq. Uf, hızlanması qəşəng. Tormoza bastım. Yox. Yəni tam tormoza basmadım. Bu dəfə lap ən doğrusu tormoza basacağım, görünür saxlayacaq. Yüzü görən kimi basacağım. Yox abi. Tormozları belə də çox qəşəngdir. İşıqlarına baxaq. Oha, işıqlan görün nə qəşəngdir. Dörtlülər qəşəng. Qabaq dörtlülərimiz də yanır. Signal həmişəki signal. Söndür bunları. Bu arada yaxınlarda daşıma videosu gələcək. Yəni necə daşıma videosu. Maşınları bu gördüyünüz burada ki evə daşıyacağıq. Burada bir tane Supra ilə Ferrari var. Hoppa. Bu arada maşınımı çox bəyəndim. Bayağı qəşəng maşındır. Sürətlənməsi də çox qəşəngdir. Bunun driftinə də baxacağıq. Görün necədir drifti. İndi top speedini yoxlayırıq. Bastım. Sürətlənməsi əslində bu maşına görə qəşəngdir. $250. Drift açtım. Oy da.
Uçuşa bax. Oha. İndi driftinə baxırıq. Yox, drifti qəşəng deyil. Dostlar, bilirsiniz niyə? Çünki mən bunu sürüşdürürəm. Əgər drifti qəşəng olsaydı, bu özü sürüşməli idi. Baxın. Heç nə döndürürəm, sürüşmür. Onun üçün drifti çox yaxşı deyil. İndi bunun tırmanış testini yoxlayacağıq. Dağ lazımdır bizə. Buralarda olmalıydı. Qabağa gedəcəksən, qabaqdaydı dağ. Dağa dırmaşdıracağıq. Görün necə dırmaşır. Yenə polis. Yenə polis, yenə polis. Polislər də bir dənə oyundan qaldırsaydılar, qəşəng olardı. Polisin qabağında avtoşluq elədim, amma işlənmədi. Deyə dağ buradadır. Bura çıxacaq. Amma polisin radarından çıxdıq. Direkt vururam belə. Qəşəng. Belə dırmaşması qəşəng. İndi xeyr, dayan. Xeyr. Ola bilməz. Hayda, suya düşdük dostlar. Bu haraya atdı bizi. Dostlar, burada videomuzu bitirək. Əgər videomu bəyəndinizsə, aşağıdan like tıpa abunə olarsınız. Məni çox sevindirərsiniz. Onda sağ olun. Bye bye.